Sayı diyor videomla karşınızdayım. Çoxsu deyilmən olur. Buradakı şişələri qırmışam. Neysə. Dediyim kimi söz vermişdim. 200 abunədə baxın bura girəyəm. Göstər də ana. Yəni heç bir qorxum yoxdur. Özüm tək də girərəm, amma kameraman lazımdır. İlk günümə qaldı burada. Yəni buradan başlayır. Ayaqları qırdım, oraları qırdım. Hiç bir korkum yoktu Allah'tan başka. Enerji az bu. Dostlar, korkum yoktu ama kameraman biraz korku. Dostlar, biraz ben o 2 mərtəbəyə də girəyəm. Onu deyim ki, ən qabaqda mən olayım. Dostlar, bunu da keçən dəfə biz qırmışdıq, amma YouTube'un politikalarına görə onu seçə bilmədik. Gəl. Dostlar, burada gördüyümüz kimi bura bombacaq düşüb 44 günlük müharibədə. Yəni bura təmiz dağılıbdır. Çox pis bir gündədir. Gəl də ana. Dostlar, bir də onu deyim ki, 300 abunədə dostlar. Bir dənə yer var. Bir dənə yer var dostlar. Bizim küçə tərəfdədir da. Orada deyilənə görə mən uşaq vaxtı bilmirdim da onları. 1-də 2-də oxuyan vaxtlarım idi. Təkcə girmişdim orada. Qapı kilitli idi, açamadım. Nə qədər tək vurdum. Qayıtdım, özüm çıxdım. Deyilənlərə görə orada meyit var. Yəni bilirsiniz nə tər meyit var. Oranı yiyəsi oranı tikdirəndə həm orada meyit tapıbdı qazıntılarda. Həm də o meyidi tapandan sonra anası ölübdü deyə o ev cinliymiş. Ona görə o ev tərk edilibdi. Bu da ilk günümə qaldı. O ev tərk edilibdi. Ona görə də o evi bir də tikdirməyiblər. İndi 300 abunədə də ora girək pəncərəsinə. Qapısı çünki bağlıdır. Buraları da göstər. Dostlar, bura deyilənə görə çöldə də qapının üstündə rus hərfləri var. Deyilənə görə bura əvvəllər işıq idarəsi mi olubmuş, yoxsa nəyin idarəsi olubmuş? Burada da dostlar elədir ki, bura bağlandan sonra çobanlar burada qoyunlar saxlayır. Baxın, bura tövlə olubdu, sonra buranı tərk edirlər. Dostlar, əlim qan içindədir. Əlim çəkilir. Dostlar, hiç səkrəfə qoyulam, çünki orada ilk balalıyıb olmaz. Gördüyünüz kimi dostlar, burada əz yolu var, 2 cür. Sonra gəlin indi girək 2 mərtəbəyə. Belki bu kırılırdı, indi kırılmır. Gözde. Gördüğünüz gibi dostlar, hiçbir şeyden korkum yoktu, tek Allah'tan başka. Biraz kalıp baktım. Yavaş dedik, ana. İşte bu. Gel. Dostlar, buralara təsvir göstərək. Çünki keçən bölümdə uşaqlar qorxmuşdu deyə tam girə bilmədik. Göstər sayıları. Sonra dostlar, belə bir yer var. Gəl ağzının içine çirtə elədik. Biraz arxalasın. Buranı da göstər. Buranın cahçı. Bakın dostlar, burada əvvəllər qalıqlar. Neçə ildir ki bu yorğanlar buradadır.
dostlar, gördüğünüz kimi əlimizdə heç bir silah, taxta olmadan ciddi. Çünki əvvəl də dediyim kimi Allahdan başqa heç nədən mənim qorxum yoxdur. Dostlar, çoxsu deyirdi ki, qorxun yoxdursa bəs niyə təknologiyadan bulursan? Çünki dostlar, burada böyük qonşu var. O polisə verə bilər, ona görə çox səs çıxarmır. Baxın dostlar, şəxsiyyət vəsiqələri zadı. Baxın. Ruslarındır dostlar bura. Dostlar gəlin. Baxın dostlar, burada çoxlu oyuncaqlar var. Yəni, əvvəl də dediyim kimi burada dilənçilər falan filan qalıb köhnələrdə. Baxın dostlar, bomba zat düşəndən bəri burada narkomanlar zat qalıb. Bakın burada telefon kabloları falan filan var. Kamera kabloları. Bunları göster çıkar. Gelmiyor. Bir de sallama. Dostlar, kamera ham biraz qorxduğu üçün qaçır. Gəl buradan da söhbət edək, videom bağlayaq. Neyse dostlar, sağ olun, Allaha əmanət qalın. 300 abunədə də o dediyim kimi meyit tapılan yerə girəcək. Sağ olun, salamat qalın.